Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu video izahımızda 11-ci siniflər üçün buraxılış imtahanında düşən sualları izah edəcəyik. 2022-ci ildə düşən suallardır. Başlayaq burada birinci sualdan. Birinci sualda deyilir ki, hipotenuzu 25 cm, katetlərindən biri 15 cm olan düzbucaqlı uçağın o biri katetin uzunluğunu tapın. Bir dənə düzbucaqlı uçaq çəkək. Hipotenuzu buradan 25'dir. Katetlərindən biri 15'dir. Tutaq ki, bu katet olsun 15. Digər kateti axtaraq. Buna da bir x qoyuruq. Pifagor teoremini tətbiq edirik. Katetlərin kvadratları cəmi bərabərdir hipotenuzun kvadratına. Buradan da x kvadrat bərabərdir 625'dən çıxırıq 225'i. X kvadrat bərabərdir 400. Bu da x bərabərdir 20. Cavab oldu B bəndi. İkinci sual. Üstü tənlidir. Burada biz 1'i yazacaq 3'də 0. Çünki bunun əsası 3'dür ona görə. Yazırıq 3'də x minus 3 bərabərdir 3'də 0. 3'də 0 1 verir. Ona görə mən 3'də 0 yazdım bunu. 1'in yerinə. Buradan da əsaslar bərabərsə qüvvətlər də bərabərdir. Onda x çıxılsın 3 bərabər 0'a, x də bərabərdir 3. Cavab oldu A bəndi. Üçüncü sual. Ədədi sislə verib A1 soruşur. A3'ün düsturunu yazırıq. A3 bərabərdir A1 plus 2D. A3'ün qiymətini verib 56 bərabərdir A1 axtarırıq. A1 plus 2D. D də 9'dur. Yəni 2 vur D-dir. 2'ni 9'a vuracaq. Buradan da yazırıq A1 üstə gəlinsin 18 bərabərdir 56. Buradan da A1 bərabərdir 56'dan çıxırıq 18'i. A1 də bərabərdir 38. Cavab oldu B bəndi. Radiusu 5 cm olan çevrənin diametrini tapın. Asan sualdır. Çevrənin diametri D bərabərdir 2R'dir. R radiusdur. Buradan da D bərabərdir 2 vur. Radius 5 cm verilib. 2'ni 5'e vururuq olur cavab 10. Cavab oldu A bəndi. A nöqtəsindən alfa müstəvisinə AB perpendikuları, baxın bu AB perpendikularıdır. AC və AD mailləri çəkilmişdir. Bu AC mailidir, bu da AD mailidir. ACB 30 dərəcədir. ACB, bax bu bucağı verib 30 dərəcə. Bura 30 dərəcədir. AC-ni də verib 16. AC bu maildir, 16 verib. BD-ni də verib 6. BD də buradır. Yəni AD mailin proyeksiyası BD-dir. Birinci buradan istifadə edək. 30 dərəcəli bucaq qarşıdakı katet hipotenuzun yarısı idi. Onda burası 8 olacaq. Bizdən nəyi soruşur? AD-ni tapın. AD bu maildir. Pifagor teoremidir. Bu katet 8'dir, bu katet də 6'dır. Onda Pifagor teoreminə görə bura 10 olacaq. 5-ci sualın cavabı oldu D bəndi. Kompleks ədəddir. Bunları ilə orta məxrəc, bax bunların özünü götürəcəyim. 2 plus i, 2 minus i. Bu 2 plus i, 2 minus i-ni birinci məxrəcə böləndə minusu qalır. Bu minusa da vuranda minusunun kvadratı olur. Yəni 2 minus i-nin kvadratı olur. Plus. Bu orta məxrəci ikinci kəsrə məxrəcinə böləndə plusu qalır. Bu plusun da bu plusa vuranda olacaq 2 plus i-nin kvadratı. Bu qoşmadır. 2 2'ye vurulur 4. İndi mənfiyə vuranda olur mənfi kvadrat. Bunları açaq. 2'nin kvadratı 4. 2 vur 2 vur mənfi. Mənfi 4'dür. Mənfinin kvadratı müsbət i kvadrat olur. Plus. Yenə 2'nin kvadratı 4. 2'ni vurdum 2'ye vurdum ya. Oldu 4'dür. İ'nin də kvadratı belə i kvadrat olacaq. I kvadrat mənfi 1'ə bərabərdir. Bunu yadınızda saxlayın. Onda bu mənfi 1'dirsə, burada da bir mənfi dəyəndə məxrəc olacaq 5. Yəni 4 ilə 1'i topladım, 5 oldu. Buradan mənfi 4 ilə müsbət 4 islah olundu. Bu 4 ilə 4'ü toplayanda olur 8. Bu i kvadratla i kvadratı toplayanda olur 2 kvadrat. I kvadrat dedimdə mənfi 1'dir. Buran mənfi 1 qoyanda 2'ni vuranda mənfi 1'ə olur mənfi 2. Yəni 8 çıxılsın 2, bu da 5. Bu da 6 böl
bölü 5, bu da eləyir 1 tam 10'da 2. 6-cı sual. Cavab oldu Y bəndi. 7-ci sual. Hansı ədəd böyükdür? Hansının əsası böyükdürsə, o ədəd böyük olacaq. Bax, bunun əsası 7-dir, bu 5-dir, bu 6-dır, 9-dur, bu da 8-dir. Qüvvətlər də hamısı eynidir. Deməli, burada əsası böyük olan böyük qiymət alacaq. Bizdən də böyük soruşurdu. Cavab oldu D bəndi. Yəni, bu şifahi sualdır. Törəmə veribdir. Törəmədə x-in yerinə 2-ni qoyub tapmalıyıq. Törəməsini tapaq. Bu, buraxılış imtahanına düşmür, amma blok imtahanına düşür. F törəmə x bərabərdir 3x kvadrat plus 5. Bu 2 keçir, 3'ə vurulur, olur 6. 2-dən də 1 çıxılır, 6x. Sabitin törəməsi də 0-dır. Bunda F törəmə, buradan 2-ni soruşur. X-in yerinə 2 qoyuruq, bərabərdir 6 vur 2. Burada vurma var. Bu da oldu 12. Cavab oldu B bəndi. Tənliyin köklərinin kvadratlar cəmini tapın. Tənliyin kökləri deyəndə biri x1-dir, biri x2-dir. Bunların kvadratlar cəmi deyəndə olacaq x1-in kvadratı plus x2-nin kvadratı. Bunu da belə yazırıq. x1 plus x2-nin kvadratı çıx 2x1 vur x2. Çünki bunu açanda burada 2x1 x2 ilə mənfi 2x1 x2 islah olunur. Qalır x1-in kvadratı plus x2-nin kvadratı. Viet terimi buradan tətbiq edək. x1 üstə gəl x2 köklərin cəmi mənfi 3'ə bərabərdir. x1 vurulsun x2 sərbəstdir. Burada da mənfi 1'dir. Gətirək qiymətləri yaza yerinə. x1 üstə gəl x2 mənfi 3 idi. Olacaq mənfi 3'in kvadratı çıx 2 vur. x1 x2-dən mənfi 1 idi. Bu da bərabərdir. Mənfi 3'in kvadratı 9 olur. Mənfi 2'ni də mənfi 1'ə vuranda bu mənfi 2'dir. Olur müsbət 2. Toplayanda da olur 11. Cavab oldu C bəndi. 11-ci sual. Müxtəsər vurma düsturudur, kvadratlar fərqidir. Yazacaq bir dəfə 42 çıxılsın 12, bir dəfə də 42 plus 12. Məxrəcdə də 34 tam 10'da 5 çıxılsın 25 tam 10'da 5. Buradan da 34 tam 10'da 5 plus 25 tam 10'da 5. A kvadrat çıx B kvadratın açılışında bunlar. Bu da bərabərdir. 42'dən 12'ni çıxdım 30. Bu da vurma var. 42'dən 12'ni toplayanda olur 54. 34 tam 10'da 5'dən 25 tam 10'da 5'i çıxanda 5 oradan 4 oradan 9 vur. Bunları da toplayanda 30, 20, 50, 59, 60 olur. İxtisar aparaq. 30 ilə 60 ixtisar gedir 2, bu 1. 54 də 9'a bölünür 6, bu da 1. 1'i 2'ye vurdum 2, 1'i de 6'ya vurdum 6. 6'ını da 2'ye böldüm oldu 3. Cevap oldu A bəndi. 12-ci sual. Tam səthinin sahəsi 96 desimetr kvadrat olan kubun oturacağının diagonalını tapın. Düstur belə idi. S tam bərabərdir 6A kvadrat. Baxın, buradan bir kub çəkim, göstərim. Tutaq ki, bu hər hansı kubdur. Kubun bütün tilləri bərabərdir. 6 dənə kvadrat deməkdir. Bax, bir təpədən 3 dənə til çıxır. Biri uzun tili, bu da adı, en tili, bu da adı, yan til dedilər, hündürlü tildə, bu da adı. 6 dənə kvadratdır. Bu kvadratdır da, hər bir üzü kvadratdır. Məsələn, bu adısa, bu adısa, bu da adı. Bunun sahəsi A kvadrat olur. 6 dənə kvadratın sahəsi olur 6A kvadrat. Buradan da verib tam səthin sahəsi 96. Burada yazırıq 6A kvadrat bərabərdir 96'ya. 96'ını 6'ya böldüm. A kvadrat bərabərdir 16. Buradan da kök alanda A 4 oldu. Deməli, tili 4 oldu. Bir oturacağının diagonalını tapın. Fərqi yoxdur, istəyir üst oturacaq olsun, alt oturacaq olsun. A-nı 4 tapdım. Yəni, kubun tilini 4 tapdım. Bax, bu üz yuxarıdakı üz, yəni üst oturacaq kvadratdır. 4, 4'dür. Kvadratın diagonalını soruşur bizdən. Yəni, oturacağın diagonalı. Fərqi yoxdur, alt oturacaq ya üst oturacaq. Bizə demişdik ki, kvadratın tərəfləri 4, 4 olarsa, diagonalı Pifagor teoreminə görə 4 kök 2 olurdu. Yəni, tərəfin kök kimisi. Deməli, bura 4 kök 2 olacaq. Cavab oldu A bəndi.
13-cü sual çoxluqdur. Birinci A ilə B-ni kəsdirəcək. Kəsişmə, yəni hər iki ortaq elementi seçəcək. Yəni A ilə B-də olan ortaq element. Deməli 3 burada yoxdur. 6 var. Bir dənə 6 seçdik. 7 burada yoxdur. 8 var. Buradan da 8 seçdik. 9 var. Buradan da 9 seçdik. Bu 10'dur, bu da 11. Ortağı yoxdur. Deməli A ilə B-nin kəsişməsi 6, 8, 9 oldu. Yəni A ilə B-nin kəsişməsi bərabərdir 6, 8, 9. C ilə A ilə B-nin kəsişməsi fərqlidir. Bura fərqli işarə, bu işarə fərqlidir. Deməli C çoxluğunda olan A ilə B-nin kəsişməsində olmayacaq. 2 burada yoxdur, 2-ni götürəcək. 3 burada yoxdur, 3'ü götürəcək. 6 burada da var, burada da var, götürməyəcək. 7 burada yoxdur, götürəcək. 9 burada var, bunu götürmürük. 10 burada yoxdur, onu da götürürük. 12 burada yoxdur, 12'ni də götürürük. Deməli n yazıb bura, n də say deməkdir. Yəni C fərqlidir A ilə B-nin kəsməsinin elementinin sayını soruşur. 1, 2, 3, 4, 5 dənə. Cavab oldu C bəndi. Bu düsturdur. Yəni sinus 2x'in düsturudur. 2 qat bucağı düsturu. Bunun da açılışı 2 sinus x vurulsun kosinus x olurdu. Bu vurmadır. Şimdi burada baxın, bu 2 elə olduğu kimi əmsaldır. Bucaqlar 6x'dir. Deməli burada sinus 2x olanda bucaq yarıya bölünürdü. X olurdu. Bunda burada 6x ise bu sinus 12x'in açılışıymış. Sinus 12x'in açılışı da belə olur. 2 sinus 6x vur kosinus 6x. Bax bu düstur açılışdı, biz onu yığırıq, olur sinus 12x bərabərdir. Kök 3 bölünsün 2. Əvvəlcə mən qaydanı deyim. Sinus x bərabərdir a-ya. A da böyüdür sıfırlar üçün. Çünki bu müsbət qiymətlidir. Düstur belə idi. X bərabərdir mənfi 1 üstü k arc sinus a plus pk. Bu düsturdur. Bu düsturu bilən şagird bunu başa düşəcək. İndi burada x idi bucaq. Burada isə bucaq 12x'dir. Yazacaq 12x bərabərdir mənfi 1'in üstü k arc sinus. Bax burada a'dır qaydada. Burada isə a-nın yerinə kök 3 böl 2'dir. Plus pk. Buradan da 12x bərabərdir mənfi 1'in üstü k. Arc sinus kökdə 3 böl 2, yəni demək istəyir ki, sinus kökdə 3 böl 2'ni neçə dərəcədə alır? Biz də bilirik ki, 60 dərəcədə alır. Bunu da radianla yazanda pi böl 3. Çünki pi 180'da 3'ə böləndə 60 edir. Pi k. Burada biz hər tərəfi 12'ye bölməliyik. Çünki biz x'i tapırıq. Bunu da 12'ye bölürük, bunu da 12'ye bölürük. 12'lər x'ə gedir. X bərabərdir mənfi 1 üstü k. Pi böl 3 12'ye böləndə olur pi böl 36 plus pi k bölünsün 12. 0 pi böl 18 parçasında neçə kökü var? Parça deyəndə bu x'in qiyməti, yəni x daxildir. Deməli biz burada k-ya qiymət verib köklərin sayını tapacaq. Birinci, k burada tam ədəddir də, k daxildir z. 0 verək. K-ya 0 verəndə bu kökü tapaq. X 1 bərabərdir mənfi 1'in üstü 0. Burada da k var, burada da k var. K-nın yerinə həmin yerlərdə 0 yazacaq. Pi böl 3 burada vurmadır da, vurmanı qoymurlar. Bax qoydum ki biləsiniz, vurmadır. Pi böl 36 plus. Bu k-nın yerinə 0 yazanda 0 pi-yə vuranda elə 0 ilə 12'ye də böləndə 0 oldu da yazmadım. Bunu silək buradan. Bu da bərabərdir. Mənfi 1'in üstü 0 1 elir. Biri də pi böl 36'ya vuranda pi böl 36 elir. Pi böl 36 0 ilə pi böl 18'in arasına daxildir. Deməli bu bir kök. İkinci k-ya 1 veririk. Yazıram x2 bərabərdir. Bax həmin bu cavabda k-nın yerinə mənfi 1 yazacağım. Vurulsun pi böl 36. K-ya 1 verəndə 1'i də pi-yə vuranda pi elir. O da pi böl 12 olur. Mənfi 1'in üstü 1. Demişdik tək dərəcələrdə mənfi qalır. Bərabərdir. Yəni bu mənfi 1 oldu. Mənfi 1'i də pi böl 36'ya vuranda oldu mənfi pi böl 36. Plus pi böl 12.
Bu mənfini də silib sürətə yazıram. Yəni bu sürətə aiddir də kəsrin qarşısındakı mənfi. Mənfi pi. Bunlar orta məxrəc 36-dır. Məxrəclərə bölüb sürətlərə vuranda olur mənfi pi plus 3 pi. Bu da bərabərdir. 3 pidən də pi çıxdım. 2 pi böl 36. 2 ilə də 36-nın x gedəndə pi böl 18. Pi böl 18 burada daxildir. Yəni bu parça işarəsi daxildir deməkdir, qapalı mürtəzə. Deməli bu da bu kökə, yəni bu aralığa daxildir. K-ya 2 verməyə dəyməz. Çünki bu aralıqdan böyük olacaq. Yəni pi böl 18-dən tapdığımız cavab böyük olacaq. Yəni K-ya ancaq burada 0 və 1 verə bilərik. Mənfi də verə bilərik, çünki bu aralıq müsbətdir. Mənfi kök bizdə yəni soruşulmur burada. Deməli tənlinin 2 dənə kökü oldu. Biri pi böl 36 oldu, biri də pi böl 8. Köklərin sayını soruşulur, cavab oldu 2. 14-cü sual. Neçənci sualdır? 15-ci sual. ABC üçbucağında M-in paraleldir AC-yə. Bax, bu paraleldir AC-yə. Onda uyğun bucaqlara görə. Bura alfa olanda burada alfa olur. Bura beta olanda burada beta olur. Burada hər hansı bir bucaq işarəsi qoyuram. Onda burada oxşarlıq yaranır. Yəni, kiçik üçbucaq B, M, N üçbucağı oxşardır B, A, C üçbucağına. Oxşarlığı tətbiq edək. Buradan qiymətləri deyəcək. AC neçə verib? 15-dir. BC 18-dir. BC 18-dir. B-in parçasının M-ini də verib 10. Buranı da verib 10. B-in parçasını soruşur. BN. Bura bir x qoyuram. Baxın, BC 18-dir. Yəni B-dən C-yə 18 isə, bura x qoydumsa, bura olacaq 18 minus x. Oxşarlığı tətbiq edək. Oxşarlıqda baxın, bu kiçik üçbucağın qarşısındakı alfa bucağı x-dir. Böyük bucağın, bax bu ABC üçbucağın, alfa bucağının qarşısı isə 18 idi. Bərabərdir. Sonra burada bu kiçik üçbucağın, bax bu bucağının qarşısı 10-dur. Böyük bucaqda da, yəni bu ABC üçbucağında bu bucağın qarşısı 15-dir. Yəni uyğun bucaqların qarşı tərəflərin nisbət şəklində yazılır. Nisbət yəni bölünmə şəklində. Uyğun bucaqlar deyəndə yəni bərabər bucaqlarda. Burada yazıram 15. Bu da x bölünsün 18 bərabərdir. Burada 5-ə x aparanda 3-də 2 olur. Burada çarpaz vuraq. 3x bərabərdir 36-ya, x də bərabərdir 12. 15-ci sualın cavabı oldu 12. 16. Mürtəzənin içərisindən biz bunu aça-aça əvvələ getməliyik. Bu loqaritma ölçü əsasından bunu buradan qeyd edilməli. Loqaritma ölçü əsasından 81 birbaşa yazaq da elə. 3/4-dür. Ölçü əsasından 3/4-dür. Bu 4 loqaritmanın qarşısına keçir. Olur 4 loqaritma ölçü əsasından 3. Biz də demişdik ki, loqaritma A əsasından A 1-dir. Onda 3 əsasından 3 1-dir. 4-ü də 1-ə vuranda 4 oldu. Deməli, bura 4 oldu. Sonra bunu yazacağım. Buradan yazaq. Loqaritma 2 əsasından 4. O da bərabərdir. Loqaritma 2 əsasından 4-ü yazıram. 2-nin kvadratı. 2 keçir loqaritmanın qarşısına. Olur loqaritma 2 əsasından 2. Bu da 1-dir. 2-ni də 1-ə vuranda bu da 2. Deməli, buranın cavabı oldu 2. Loqaritma 4 əsasından, deməli, bu hissə 2 oldu. Onda yazacaq loqaritma 4 əsasından 2. Burada yazırıq loqaritma 4 əsasın, elərik 2-nin kvadratı, yəni 2-nin kvadratı yazırıq, bu da 2. Buradan, bax, bu 2 bura tərsi kimi, 2-də 1 kimi keçirdi. Qaydaları bilən başa düşəcək. Olurdu loqaritma 2 əsasından 2. 2 əsasından 2 1 idi, 2-də 1-i də 1-ə vuranda olur 2-də 1. Açıq sual olsa 0,5-dir. X-in hansı ən kiçik tam qiymətindən başlayaraq y bərabər 4x-17 funksiyasının qrafiki OX oxundan yuxarıda yerləşir. Bu X oxudur, bu Y oxudur, bu da O-dur. Buna deyirlər OX oxu. OX oxundan yuxarıda yerləşirsə, bunun Y-i müsbət olmalı. Baxın, bu OX oxudur. OX oxundan yuxarıda yerləşənlərin, bura koordinat başlanğıcıdır. X-i 0, Y-i 0. Deməli, OX oxundan yuxarıda yerləşirsə, bunun Y-i nə olmalıdır? Müsbət olmalıdır. Yəni, 0-dan böyük. Onda biz burada, baxın,
Bu y-in yerinə böyüdür 0 yazacaq. Deməli yazırıq 4x çıxılsın 17 böyüdür 0. 4x böyüdür 17. Buradan da x böyüdür. 17'ni 4'e böləndə 4 tam 4'də 1. 4 tam 4'də 1 müsbət sonsuzluq. Bura müsbət sonsuzluq. Deməli cavab oldu 4 tam 4'də 1 müsbət sonsuzluq. X daxildir də. Burada da soruşur ki, x-in hansı ən kiçik tam qiyməti? 4 tam 4'də 1-dən sonra gələn tam qiymətlər 5, 6, 7 və s. Bunların içində ən kiçiyi 5-dir. Deməli cavab oldu 5. 17-ci sual. Bunun şəklini də lap çəkib göstərə bilərəm. Deməli burada düsturumuz belə idi. Y bərabərdir kx üstə gəl b. Demişdik ki, b y-i kəsən nöqtədir. Burada b mənfi 17. Nəyə görə? Biz dedik ki, y-i kəsmək üçün, yəni y qoxunu kəsəndə x-ə 0 verirdi. X-ə 0 verəndə 4-ü 0-a vuranda bura 0 olur, y mənfi 17-yə bərabərdir. Yəni y bura y 0-dır. Aşağı getdikcə mənfi yarımıq deyirlər. Tutaq ki, bura mənfi 17-dir. Y qoxunu tapdıq. İndi x qoxunu. X qoxunu tapanda, yəni x-i kəsənin y 0 olurdu. Götürürdü buradan y-in yerinə 0 yazırdı, tənlik yaranır. 4x çıx 17 bərabərdir 0-a, 4x bərabərdir 17-yə. Buradan da x bərabərdir 4 tam 4'də 1. 1, 2, 3, 4. Bu da 4 tam 4'də 1 olsun. Qrafik bax bu şəkildə keçirdi. Bax buradan. Belə. Bizdən nə soruşur? Deyir ki, x-in hansı ən kiçik tam qiymətindən başlayaraq funksiyasının qrafiki OX oxundan yuxarı. Baxın, bu OX oxudur. OX oxunun, bax bura, düşən nöqtəsi. X oxuna düşənin y 0-dır. Bu y oxundan yuxarıda olmalıdır. Yəni, x-ə 5 verəndə bu y müsbət almalıdır. X-ə 6 verəndə bu y müsbət almalıdır. X-ə 7 verəndə bu y müsbət. Görürsən ki, buradan başlayaraq y, bax bu hissə, funksiyanın bu hissəsi, yəni qrafikin bu hissəsi ancaq y böyüdür 0 olur. Buradan da 4 tam 4'də 1-dən sonra gələn 5, 6, 7 və s. bu qiymətləri x-ə verdikcə y də 0-dan böyükləri alır. Buna görə bu aralıqda ən kiçik tam qiymət, yəni x-in ən kiçik tam qiyməti 5 olur. Bunun hər tərəfini kvadrata yüksəldirik. Kvadrat kökdə 2-ni də kvadrata yüksəldir. Sinüs alfanın kvadratı olur sinüs kvadrat alfa plus. Sonra kosinüsün kvadratı olacaq kosinüs kvadrat alfa plus. Sonra 2'ni vurdum sinüsə, vurdum kosinüsə. Oldu 2 sinüs alfa, kosinüs alfa. Kökdə 2'nin də kvadratı 4 olur. Bu sinüs kvadrat plus kosinüs kvadrat, yəni bu 1'dir. Sinüs kvadrat üstə gəl kosinüs kvadrat. Düsturu bilən şagird başa düşür. Sinüs kvadrat üstə gəl kosinüs kvadrat alfa. Bura 1'ə bərabərdir. Bunda yazıram 1 plus 2 sinüs alfa, kosinüs alfa bərabər 4'ə. Buradan da 2 sinüs alfa, kosinüs alfa bərabər 4'dən 1 çıxdım 3. Bizdən sinüs alfa vur kosinüs alfanı soruşur, yəni buranı soruşur. Bu da əmsaldır da. Sinüs alfa vur kosinüs alfa bərabərdir. Vurma lap qoyaq. 3'ü də 2'yə böləndə 1 tam 10'da 5. 18 sualın cavabı oldu. Yox. Sinüsün kvadratı, bu 2 idi. Bu kökdə 2'dir. Bunun kvadratı 4 olmur, 2 olur. Bura 2 olur. Burada 1 plus 2 alfa, burada 2 olur. 2'dən bu 1'i çıxdım, 1 oldu. Bu da biri də 2'yə böləndə sinüs alfa vur kosinüs alfa bərabərdir 2'də 1. Açıq sualdırsa əgər 0 tam 10'da 5. Cavab oldu 0 tam 10'da 5. Perimetri 51 cm olan ABCD paralelogramının BC tərəfi üzərində M nöqtəsi götürülmüşdür. Buradan verib BM AB-yə bərabərdir. BM bura AB-yə bərabərdir. Bura 1x qoysam, burada x olacaq. Onda paralelogramı baxın. AB n-idir də, bura x olanda CD də bərabər olur da, n-lər bərabər olmalıdır. Burada x qoydum. Sonra verib CM CD-yə bərabərdir. MC, yəni CM bərabərdir CD-yə.
Onda bura x qoymuşamsa burada x olacaq. Paralelogramın bu uzunu BC 2x ise onda burada 2x olacaq. Perimetri də 51-dir. Perimetr nə idi? Tərəflərin cəmi idi. Bax, buradan x, bu da x, 2x. Ya da n ilə uzunu toplayıb 2-yə vura bilərsiniz. N x-dir, uzun da 2x-dir. Toplayanda 3x-dir, 2-yə də vuranda 6x edir. Bərabərdir 51-ə. Buradan da x bərabərdir. Bunu 3-ə böləndə, bunu da 3-ə böləndə neçə olur? 2x bərabərdir 17-yə. Deməli, bu 2x-i tapdım 17. Mən x-i tapmıram. Burada bizə x lazımdır, 2x bərabər. 2x-i tapmalıyam. Deməli, bunlar tənbölən olub. AM ilə MD tənböləndir. Nəyə görə baxın? Bura tənbölən olub ki, alfa olub. Biz də demişik ki, bax, B-im, yəni BC düz xətti AD-yə paraleldir. Həndəsənin əsas anlayışında vardı qayda. Bunlar paralel olanda, bura alfa olanda daxili çarpaza görə bu da alfa olurdu. Bu BM olsun, bu da AD olsun. Bura alfa qoydumsa bu da alfa. Deməli, bu alfa olub ki, bu da alfa olub daxili çarpaz bucaqlara. Burada A, B, M bərabər yanlı üç bucaq yaranıb. Bu yan tərəflə bu yan tərəf bərabər olub. Burada deməli bu tənbölənmiş. Sadəcə bunu demir, uşağı çaşdırmaq üçün. Biz araşdırdıq, bu tənböləndir. Eyni ilə bu da tənböləndir. Bu da kör. Bu iti bucaqda alfa qoydumsa, kör bucağa beta qoymalıyım. Çünki iti ilə kör fərqlidir. Burada da MC ilə, baxın, AD paraleldir. Yenə də bu tənbölən kəsən sayılıb ki, bu B olduğu üçün daxili çarpaza görə. Bura B olub. Ona görə burada MCD bərabər yanlı üç bucaq olub ki, MC ilə CD bərabər olub. Deməli, buradan A, M, B. Üç bucağı düz bucaqlı üç bucaq olacaq. Bura 90 olacaq. Qayda var. Paralelogramın bir tərəfinə bitişik bucaqların tənböləni. Bax, bir tərəf deyəndə AD tərəfi götürürəm. Buna bitişik bu iti bucağın tənböləni, bu kör bucağın. Biz demişik ki, bir tərəfinə bitişik bucaqların tənbölənləri 90 dərəcədə kəsişir. Nəyə görə 90 dərəcədə kəsişir? Bu iti bucaq nə qədərdir? 2 alfa. Bu kör bucaq 2 beta deyil. Onda elə bu kör bucaq da 2 betadır. Biz də demişik ki, bu 2 beta ilə bu 2 alfanı toplayanda daxili bir tərəfli bucaqlarda da 180 olur. 2 alfa plus 2 beta bərabərdir 180. Hər tərəfi 2-yə böləndə alfa plus beta bərabərdir 90. Bura alfadır. Burada betadır. Alfa ilə betanın cəmi 90-dırsa, onda burada 90 olmalı. Çünki 3 bucağın 3 dənə bucağı, yəni daxili bucaqların cəmi 180-dır. Ona görə deyirlər ki, paralelogramın bir tərəfinə bitişik iti bucaqla kör bucağın tənböləni 90 dərəcə bucaq altında kəsişir. Onda A, M, D düz bucaqlı bucaqdır. Bura katetdir, bura katetdir, bu hipotenuzdur. Bizdən nəyi soruşurdu? MD-ni soruşur. Burada da nəsə verməlidir. AM-i də verib 15. AM 15-dir. Düz bucaqlı üç bucaqdır da, baxın, bu şəkildə. Bu katetdir. Katet, bu da katet 90 kəsişir. Bura 15-dir. Burada 17-dir. MD-ni soruşur, buranı soruşur. MD. Burada bir A qoyaq. Pifagor teoremi. Katetlərin kvadratları cəmi bərabərdir hipotenuzun kvadratına. Yazıram A-nın kvadratı plus 15-in kvadratı bərabərdir 17-nin kvadratı. A kvadrat bərabərdir 17-nin kvadratı 289 edir. 15-in kvadratını keçirdəndə çıxırsan da 225 olur. A kvadrat bərabərdir 64, bu da 8 olur. Deməli, bax, bura MD oldu 8. Cavab 8, 19-cu sualda. 20-ci sual. 20-də Əkobabı böl Əbub BC. Buradan A ilə B-nin vurğularını yazaq. Deməli, A qara hərfləndir. B qırmızı hərfləndir. C də burada desək yaşıl rəngdir. Burada PDF-də düşməyibdir, qara düşür. Bu da C. Vurğular da 3-7-dir. Yəni, burada deyir ki, diaqramda A, B, C natural ədədlərinin sadə vurğuları və onların sayı verilmişdir. Deməli, burada A-nın vurğuları 3-7-dir, B-nin vurğuları 3-7-dir, C-nin də vurğuları 3-7-dir. İndi sayına baxaq. A budur. Deməli, 3-7 olacaq. Buraya yazdım 3-7. Bu vurğu da A qaradır da. Buradan da neçə olur? 4 olur. Bax belə. Deməli, burada 7-4-dür. Keçək B vurğuna. B vurğu qırmızıdır. Deməli, B vurğunda 3-ün üstü 5-dir. Burada da qırmızı rəngə baxanda 7-nin üstü 8-dir. Keçək bu yaşıl rəng olmalıdır deyəsən. Burada göy deyə yaşıldır. Yəni, fərqli rənglərdə bunlar. Burada 3-ün üstü 6-dır.
Bu da 7'nin üstü 7'dir. Vurğuları sayını araşdırdıq. Yuxarıda yazıb əkob abi. Əkobda qüvvəti böyük olan götürülür. Deməli, A ilə B-nin qüvvəti böyük olan götürüləcək. 3/7'dir, bu da 3/5'dir. 3/7'ni götürəcək, vur. 7/4'dən 7/8'dən 7/8'i götürəcək. Hətta saxlayın, əkobda 2 dənə vurğudan həmişə qüvvəti böyük olan götürülür. Burada 3/7 ilə 3/5'dən qüvvəti böyük olan 3/7'dir. 7/4 ilə də 7/8'dən qüvvəti böyük olan 7/8'dir. Çünki A ilə B-nin əkobu verib, yəni əkob abi. Məxrəcdə isə əbob BC verib. B ilə C-yə baxacaq. Əbobda qüvvəti kiçik olan götürülür. B ilə C-nin ortaq vurğuları 3-ə baxaq. B ilə C-də olan sadə vurğular bu 3/5'dir, bu 3/6'dır. Qüvvəti kiçik olan götürülür. 3/5 vurulsun. 7/8-dən 7/7'dən də 7/7'ni götürürük. Vəssalam. 3/7'lər ixtisar gedir. Bu neçə idi? Mən səhv ixtisar apardım. 7/7 idi bu da. A ilə B idi. 3/7 idi. 3/7 vur. Burada da B ilə C idi. 7/7 idi. 3/7'dən 3/5 ixtisar gedir. Yəni 5 dənəsi ixtisar gedir. 5'i gedəndən sonra kvadratı qalır da 3/2 qalır. Vur. 7/8, bu da 7/7. 7'si gedəndən sonra 1'i qalır. Yəni 7/1 qalır. Məxrəc qalmadı burada, ehtiyac yoxdur. 3'ün kvadratı vurulsun 7/1. 3'ün kvadratı vur 7. Bu da 9 vurulsun 7, 63. Cavab oldu 63. Üç ardıcıl tək natural ədədin, 3 ardıcıl tək natural ədəd, birincini x yazıram, ikincin x plus 2 yazıram, üçüncün x plus 4. Belə də yaza bilərik. 2n plus 1, 2n plus 3, 2n plus 5, belə də yaza bilərik. Amma bu lazımdır. 3 ardıcıl tək də desə, cüt də desə, belə götürə bilərik. Deməli, 3 ardıcıl tək natural ədədin cəminin 5/3 hissəsi. Cəmin deyəndə bunları toplayırıq. Olur 3x plus 6. Bu cəmin 5/3 hissəsi deyəndə 5/3'ə vururuq. Bərabərdir 70/2 olarsa. 70/2'ni onluq kəsir verib çaşdırmaq üçün. Yazıram, ixtisar gedir də 70/5'də 1. 5'i 70'ə vuranda üstünə 1 gələndə 351 sürəti olur. Məxrəcdə 5. Bu kəsirin qarşısındakı vurğu sürətə vururam. Deməli, bu 3'ü vuracam 3x plus 6'ya. Sürətdə yazıram. Nəyə görə indi deyəcəm? Deməli, 3 vurulsun 3x plus 6. Baxın, biz bunları çarpaz vuranda biraz vaxtımız gedir, yəni hesablama çətinləşir. Amma məxrəclər bərabərsə, sürətləri bərabərləşdirib həll etmək daha rahatdır. Bu 3 vurdu da. Deməli, 3 vurulsun 3x plus 6 bərabərdir 351. Vurmadı da. Bu 351'i 3'ə bölək. 3x plus 6 bərabərdir 351'i bölək 3'ə. Bu bir dəfə. 5'i gətirdim bura. 5 3'ə. Bir dəfə 1 3'ə vurdum. 3 elədi 2. Bir də gətirdim 21. 3'ə 7. 117. 117 oldu. Buradan da 3x plus 6 bərabərdir. 117'dən də 6'ını çıxdım. 110. Birbaşa keçir də o tərəfə. Belə yazaq. 3x bərabərdir. 117'dən 6 çıxdım. 111. X də bərabərdir. 111'i bölək 3'ə. 11, 3 dəfə 3, 9 elədi, 2, 21 də 7. Deməli, cavab oldu 37. Deyir, böyük ədədi tapın. Böyük ədəd budur, x plus 4. X-i neçə tapdıq? 37. X 37-dirsə, üstünə də 4 gələndə 41. Deyir, məsələni tənliş qurmaqla həll edin. Tənliş qurduq, həll elədik. Burada da cavab oldu 41. 21-ci sualın cavabı. 22. Bunu biraz kiçildək. Ya da böyüdək. Deməli, belə radiusu R bərabərdir 15 cm olan yarım kürə. Baxın, bu kürədir. Bax, bu kürədir.
Bu kürənin mərkəzidir. Mərkəzindən müstəvi kəsik keçir. Buna deyirlər ən böyük kəsik. Və burada radiusdur. Bura kürənin mərkəzidir, bura radiusdur. Fərqi yoxdur, burada elə radiusdur. Deməli, bu kürənin yarısını verib, yarım kürə. Yəni, üst hissəni kəsib götürüb. Elə bir baxın, bax, bu alt hissə qalıb. Yəni, bax, bu hissəni silib. Elə şəkil silindi. Elə bu şəklin üstündə izah edəcəm. Deməli, bu yarım kürənin radiusudur. Bax, bura radiusdur. 15 verib buranı. 15. Elə bunu bir də çəkim, bizə lazım olacaq. İndi nəyə görə deyəcəm. Bura belə idi də. Bu dairədir. Kürənin mərkəzindən keçən ən böyük kəsik deyirlər buna, müstəvi kəsik. Bu dairə olur. Bunda radiusudur. Burada mərkəz. Deməli, bura 15-dir. Olan yarım kürə formasındakı qabın içərisində müəyyən miqdarda su tökdükdə suyun səthinin radiusu R/9 cm olan dairə yaranır. Baxın, bura su tökürük. Qaba su tökəndə bu hissə bura qədər su ilə dolub. Həmin bu qabın, görürsünüz, müəyyən miqdarda su tökdükdə suyun səthində radiusu R/9 cm olan dairə yaranır. Bax, bu dairəni soruşur. Bu dairəni deyir. Bu dairədir. Bax, bu dairədir. Bunun radiusu buradan buradır. Bura O1'dir, burada O'dur. Yəni, bu kürənin, bax, budur da. Müstəvi kəsik deyirlər buna. Yəni, mərkəzinə paralel olan müstəvi kəsik deyirlər buna, bax, bura. Mərkəzinə. Biraz yaxşı çıxmadı. Bax, buradan olsun. Bax, belə. Mərkəzinə paralel müstəvi kəsik deyəndə bu şəkili çəkirdik. İndi bu həmin yarım dairənin, yarım dairə eləmək istəyirəm, dairənin radiusunu verib. 9 verib. Yəni, buradan bura, baxın, bu 9'dur. Yəni, bu 9'dur. Deməli, burada 90'dır. Çünki bu kürənin, bax, mərkəzidir. Mərkəzdən radius çəkilir. Bu radiusdur. Bu 90 kəsir. Burada bu müstəvi, yəni dairənin mərkəzidir. Buradan bura xətt atıram. Bax, bu xətt də kürənin radiusu adlanır. Biz demişik, kürənin mərkəzindən kürənin səthinə qədər məsafə radius deyilir. İstir buradan atdın, istir buradan atdın, istir buradan atdın, istir buradan, istir buradan, istir buradan, hamısı radius sayılır. Yəni, buradan bura atdım o radiusu. Bu da elə həmin R-dir. O R-i də 15 vermişdi. Deməli, bax, bura R 15-dirsə, kürənin, yarım kürənin radiusu 15-dirsə, elə burada 15 olur. Bu da 90-dırsa, elə burada 90-dır. Deməli, burada düz bucaqlı, üç bucaq yarandı. Bu katetdir, bu katetdir, bu da hipotenuzdur. Yəni, bu. Bura 15-dir, bura 9. Burada bir x qoyaq. X də qoya bilərik, h da qoya bilərik. Yəni, buradan bura hündürlüyü kimi, hündürlüyü soruşur. Bura h qoyaq, h olsun. H-ın kvadratı plus 9'un kvadratı bərabərdir 15'in kvadratı. H kvadrat bərabərdir 225'dən 81'i çıxanda 144 eləyir. H da bərabərdir 12. Deməli, bax, bu hissəni tapdım 12. Bura kürənin mərkəzidir. Kürənin mərkəzindən kürə səthi də buradır da. Bax, bu yarım kürədə. Yəni, buradan bax, kürənin mərkəzindən burada radiusdur. Elə 15 eləyir, 15 vermişdi də. Burada 15 eləyir, bax, bura. Burada 15 eləyir. Necə çevrənin mərkəzindən bura radius deyildi, bura radius deyildi, burada radiusdur. Hamısının qiyməti eyni olurdu. Olurdu R. İndi burada da yarım kürənin mərkəzidir. Bura R-dirsə, bura R-dirsə, burada R-dir. Onda buradan bura 15'dir. Çünki radiusu, kürənin radiusunun 15 verib. Buradan bura 15'dirsə, bura qədərin mən 12 tapmışamsa, onda 15'dən 12 çıxıram, bura qalır 3. Bax, bu qabın içində olan suyun hündürlüyüdür. Deməli, 3 santimetrdir. Burada da soruşur ki, qabın su ilə dolu hissəsi, bax, buraydı. Bura qabın su ilə dolu hissəsidir. Qabın su ilə dolu hissəsinin h hündürlüyü tapın. Yəni, demək istəyir ki, bax, buranı tapın. Mən də tapdım 3. Yəni, 15 buraydı, 15'dən çıxdım 12'ni, oldu cavab 3. Deməli, cavab oldu 3. Çətin görsənir, amma elə də çətin deyil. Şagirdlər bu tip suallarda çox çətinlik çəkirlər.
22-ci cavabı oldu 3. Maraqlı sualıdır. Deyir, əvvəlcə mağazada, nə yazıb burada? Mağazada kostyumla ayaqqabının birlikdə qiyməti 640 manat idi. Bura kostyum yazaq, burada ayaqqabı yazaq. Birlikdə qiyməti 640 manat idi. Birlikdə deyəndə kostyumla ayaqqabını toplayıb 640 manat. Görək nə verib? 640 manat. Sonra həmin kostyuma əvvəlki satış qiymətinin 20% qədər, ayaqqabıya isə əvvəlki satış qiymətinin 40% qədər endirim edildi. Onda kostyumun əvvəlki qiymətini x götürək, ayaqqabının da əvvəlki qiymətini y götürək. Sonra deyir ki, həm kostyuma əvvəlki qiyməti nə yazır? Sonra həm kostyuma əvvəlki satış qiymətinin 20%. X-in 20%-ni endirəndə, yəni X-i 20-yə vurub 100-ə bölürsən, nə olur? 0,2x olur. Yəni X-dən 0,2x çıxdım, qaldı 0,8x. Ayaqqabını da 40% endirim edir. Yəni Y-i vurdum 40-a, 40%-ə, böldüm 100-ə, bu da 10,4y edir. Bunda Y-dən 0,4y çıxdım, qaldı 0,6y. Endirim edildi və onların birlikdə satış qiyməti 480 manat oldu. Deməli, əvvəlcə X ilə Y götürmüşdüm də, kostyuma X demişdim, ayaqqabıya Y. Bunda buradan yazaq. X plus Y, əvvəlki qiymətləri X plus Y bərabərdir 640 manat. Sonra endirim olandan sonra bu 0,6 oldu, bu da 0,8 oldu. Deməli olacaq 0,8x plus 0,6y bərabərdir neçəyə? 484 manat. 484 manat. Bunları bu tənliyi ilə bu tənliyi tənlər sistemi edirəm. Deməli yazaq x plus y bərabərdir 640. Buradan da 0,8x plus 0,6y bərabərdir 484. Onluq kəsir olduğu üçün mən ikinci tənliyin hər tərəfini 10-a vururam. Bunu 10-a vuranda buradan yazada x plus y bərabərdir 640. Bunu 10-a vuranda 8x olur. Bunu 10-a vuranda 6y olur. Bunu da 10-a vuranda 4840 olur. Görək hansının qiymətini soruşur. Kostyumun qiyməti neçə manat idi? Məsələn, tənliklər sistemi qurmaqla həll edin. Tənliklər sistemi qurduq. Kostyumun qiyməti. Kostyuma nə demişdim? X demişdim. Deməli, X-i tapmalıyıq. Onda biz Y-i islah eləməli. Bu 6y isə bu birinci tənliyi mənfi 6-ya vuraq ki, bu mənfi 6y olsun, bu müsbət 6y islah olunsun. Deməli, birinci tənliyin hər tərəfini 6-ya vuraq. 6x, mənfi 6x çıxılsın 6y. 640-ı 6-ya vuranda 6 altın 360, 6 4-ün 24. 360 plus 240. Belə olur da. 3600. 3600 bu da 240. 3840. 3840 olur. Bunda olduğu kimi yazaq. Bərabərdir 4840. Tərəf-tərəfə toplama üsuludur. Bunlar islah olundu. Mənfi 6x ilə 8x toplayanda olur 2x bərabərdir. Bunu mənfiyə vuranda bu mənfi idi. Çünki bu müsbətdir, mənfiyə vurdum. Deməli 3840 ilə 4840-ı toplayanda da nə olur? 1000 olur. X də bərabərdir. 1000-i də 2-yə böləndə 500. Nə soruşurdu? Kostyumun qiyməti neçə manatdır? Kostyuma X demişdim. X-i də tapdıq 500. Ayaqqabı da desəydi Y-i tapacaqdıq. Buradan X plus Y, X 500-dürsə, bu 640-da ikisinin cəmi. Deməli, bu da olmalıdır 140. Çünki bunlar toplayanda 640. Deməli, ayaqqabını soruşduq, cavab 500-dür. Ayaqqabı yox, üzr istəyirəm. Kostyumu soruşduq, cavab oldu 500. Ayaqqabını soruşsaydı 140 olardı. Cavab oldu 500. Neçənci sualda? 23. 24. Deyir 15 kartdan 5-inə A. 5 dənə A. 7-sinə B. B, 3,
7 dənə B-dir. Və qalanlarına C. 15 dənə kartdırsa, 5 dənə A, 5 dənədir, 7 dənə də B-dir. Toplayanda neçə elə? 12. Bunda 15-dən 12 çıxıram, qalanları C-dirsə, deməli C də 3 dənədir. Deyir, bu torbadan geriyə qaytarılmadan ardıcıl olaraq 3 ədəd kart təsadüfi qaydada çıxarılarsa, 3 dənə kart çıxardacaq. Bu kartlardan birincinin üzərində A. Deməli, P bərabərdir. Deməli, ümumi say 15-dir. Burada göstərib 15 kart. 15 dənə kartdan birinci çıxarılan A yazıb üzərində. A neçə dənədir? 5. Deməli, bu oldu 15-də 5. Bunun ehtimalını tapdıq. Bir dənə azaldı saydan. Yəni, A-dan da bir dənə azaldı. A qaldı 4 dənə, ümumi sayda qaldı 14 dənə. İndi 14 dənənin içərisindən seçəcəm. Deyir, ikincisinin üzərində B. B də 7 dənədir. 14-də 7. Bir dənə də azaldı saydan, 1 çıxdım. Saydan 1 çıxdım, qaldı 13 dənə. Həmin o B 7 dənədir. Bir dənə azaldı, B-dən də 6 dənə qaldı. İndi C-ni deyəcək də yəqin ki. Və üçüncüsünün üzərində isə C olması hadisə ehtimal. Deməli, 14-dən də 1 çıxdım, qaldı 13 dənə. 13 dənə kartdan üçüncü də C-dir. C də 3 dənədir. Əssalam. Yəni, çətin görsənməyinə baxmayın. Elə də çətin deyil. Bundan ixtisar apardım 5-ə. Bu oldu 3-də 1. Bunu da 7-yə apardım. Bu oldu 2-də 1. Bu da olduğu kimi qalır 13-də 3. Bu 3 ilə də bu 3-ü ixtisar apardım. Bərabərdir. Məxrəcdə nə qaldı? 2 vur 13, 26. Sürətdə də 1 vur 1, 1 elədi. Deməli, cavab oldu 26-da 1. 24-ün sualın cavabı. 25. Bunu elə şəklin üzərində izah edəcəm. Deməli, MB-ni verib, B-mi verib 13. Bura 13-dür. Buradan bura 13-dür. C-m də 27-dir. Burada 27-dir. SABC üçbucağın sahasını verib. Saha deyəndə, yəni bura bitov. 200-dür. Üçbucaq ABM-i bunun sahasını soruşur. Belə bir qayda var. Saha tərəf münasibəti. Bax, bu üçbucağın sahası ABM-dir. Yazırlar üçbucaq ABM. Bölünsün böyük bucaq. Saha deyirlər də buna. Ya da elə sahasını yazaq da. S üçbucaq ABM bölünsün S üçbucaq ABC böyük bucaq. ABC bərabərdir uyğun tərəflər. Bax, bu üçbucağın ABM-in uyğun tərəfi BM-dir. Yazıram BM. Böyük bucaq ABC, onun uyğun tərəfi isə bax, bura BC-dir. Onun üstünə 27-ni toplayanda neçə edir? 30. Bizdən də bax, bu üçbucağın sahasını soruşur. ABM-i. Bax, sürətini tapacam. Deməli, S üçbucaq ABM. SABC-nin sahasını verib, neçə verib? 200. 200 bərabər tənasib olacaq. BM. BM də 13-dür də. Bunu da yazaq 13. Çarpaz vurub tənliyi əldə edəcək. 13. Bu da 13, bu da 30. Yox, 13 ilə 27-ni toplayanda 40 olur. 30 yox, üzr istəyirəm, 40 olur. 40, bu da 40. Bunu çarpaz vuraq, bunu da çarpaz vuraq. Onda 40 vurulsun, S üçbucaq ABM bərabərdir 200 vurulsun 13. Buradan bu 200-ü 40-a böləndə 5 elir. S üçbucaq ABM bərabərdir. 5-i də 13-ə vuranda neçə olur? 65. Deməli, buranın sahasını tapdım 65. Bizdən də elə həmin, yəni üçbucaq ABM-in sahəsini soruşurdu. Deməli, nə oldu cavab? 65. 25-ci sual. Buraya qədər sağ olun.